Zülal biosintezinin mexanizmi 10-cu sinif dərsliyində verilib mövzu 7. Biz bilirik ki, zülal molekulunun monomerləri amin turşularıdır. Yəni, amin turşularının say adlarını burada verilib cədvəldə. Təbii ki, əzbərləməyə ehtiyac yoxdur, amma ən azı oxusaq bilsək yaxşıdır ki, məsəl üçün bəzən polimer maddələri seçin deyir və yaxud da biopolimerləri seçin, karbohidratları seçin. Təbii ki, biz amin turşuların adını da bilsək gözəl olar. Alanindir, arginindir, leysindir, fenolindir, sisteindir, triptofandır və s. Bunlar zülal molekulunun monomeri olan amin turşularının adıdır. Öncə əsas diqqətimi bu cədvələ çəkmək istəyirəm. Biz bilirik ki, zülal biosintezi iki cür oldu. Nüvədə baş verən proses var, transkripsiya, ribosomda baş verən isə translyasiyadır ki, və bunun nəticəsində zülal sintez olunur. Və zülal biosintez zamanı hər bir amin turşusu bir və ya bir neçə kodla kodlaşdırıla bilər. Başqa cürdə necə deyək, bir kod yalnız bir amin turşusunu kodlaşdırır. Yəni bir kod, bir triplet yalnız bir amin turşusuna uyğundur. Düzdürmü? Lakin bir amin turşusu bir neçə kodla da kodlaşdırıla bilər və yaxud da bir neçə tripletlə kodlaşdırıla bilər. Yəni burada cədvəli işləmək qaydasını əsas burada sizə demək istəyirəm. Cədvəldə bu birinci sütun var, ikinci və üçüncü. Cədvəldə birinci hissədə mötərizə içərisində olmayan nukleotidlər məlumat rintisinin nukleotidləridir, digəri isə DNT molekulunun nukleotidləridir. Bizə də əsasən məlumat rintisinin nukleotidləri lazım olur. Məsəl üçün biz deyirik ki, metionin və triptofan amin turşusu bir kodla kodlaşdırılır. Və triptofanı tapmaq üçün burada nə yazıb? Triptofan qısaca yazıb, düzdürmü? Triptofan buradadır. Triptofanı necə taparıq? Birinci urasil, birinci urasil. Urasildən sonra gəlir ikinci guanin, üçüncü də gəlir düşür hara? Guaninə. Yenə bu cür. Urasil, guanin, guanin. Triptofan amin turşusu oldu. Digərinə baxaq. Məsəl üçün metionin amin turşusu urasil, yox, üzr istəyirəm. Adenin, urasil, guanin. Adenin, urasil, guanində gəlin baxaq. Birinci adenin olmalıdır. Metionin buradadır, verib, düzdürmü? Qısa şəkildə. Birinci adenindir, ikinci nədir? Urasildir, həqiqətən. Üçüncü isə nədir? Üçüncü guanindir. Üçüncü isə bu hissədədir. Bunların kəsişməsi gəldi, hara düşdü? Metioninə. Adenin, urasil, guanin. Bu şəkildə. Və yaxud da başqasını götürək. Məsəl üçün lizin. Lizin, bu diqqətimi çəkdi. Lizin amin turşusu. Lizin amin turşusunda birinci gəlir hansıdır? Birinci adenin, ikinci yuxarı qalxırıq. Yenə adenin və üçüncü də adenin. Lizin amin turşusunun tripleti oldu. Adenin, adenin, adenin. Və yaxud da lizin amin turşusunun 2 dənə var. Düzdürmü? Baxaq. Birincini tapdıq. İkincini necə taparıq? Yenə birincidə adenin. Bax, bu lizini hissəni götürək. Lizin. Adenindir. Gəlir yenə ikinci adenin. Üçüncü isə nəyə gələcək? Guanin nukleotidinə gələcək. Adenin, adenin, guanin. Bayaq tapmışdıq ki, adenin birinciyə adenin, lizin, adenin, yenə adenin. Adenin, adenin. Bu lizin amin turşusudur ki, 2 tripletlə kodlaşdırıla bilər. Hansılardır? Adenin, adenin, guanin, adenin, adenin tripleti ilə kodlaşdırıla bilər. Dərs zamanı da bunun izahını verəcəm. İstənilən bir amin turşusunu buradan götürə bilərik. Və yaxud da gəlin yaxşı bir başqasını deyək, histin amin turşusunu. Bax, bunu deyirəm. 2 dənə var histin. Amma bax, bu işarə ilə etdiyim histin amin turşusuna baxaq. Birincisi nədir? Stoizindir. Yazıram stoizin. İkinci yuxarı qalxıram. Adenindir. Daha sonra bunun kəsişməsində isə nədir? Stoizindir. Stoizin, adenin, stoizin. Amma bizim dərsliyimizdə verilib ki, məsəl üçün histinin amin turşusu stoizin, baxaq, stoizin, adenin, urasil verilib, düzdürmü? Gəlin biz bunu özümüzdə tapaq, histinin burada yenə tapaq. Birinci nədir? Stoizindir. Bəli, birinci stoizin, histidin də stoizin, ikinci adenin, bax stoizin, adenin, üçüncü urasil. Bu cür tapmış olarıq.
Birini də deyim, digər hər hansı biri. Məsəl üçün fenilin amin turşusu lap birinci olan. Fenilin amin turşusunu necədir? Fenilin birinci nədir? Birinci sütunda duran urasildir. İkinci sütunda yuxarıda duran yenə urasildir. Üçüncü sütunda duran isə nədir? Bunun kəsişməsində nədir? Yenə urasildir. Fenilin amin turşusu urasil ilə kodlaşdırılmış olar. Yəni tripleti urasil olar. Və yaxud da fenilin yenə 2 dənə var. Fenilin digərinə baxaq. Birinci nədir? Urasildir. Digərində yenə ikinci də sütundakı urasildir. Üçüncü isə bunların kəsişməsi stoizin olar. Bax, bu cür biz cədvəldən istifadə edə bilərik. Dərs zamanı da verəcəm. İndi bunu da diqqət yetirərik. Aha, əsas bu reaksiya diqqət yetirmək istəyirəm. Məlumat RNT-sində olan stop kodlar, DNT-də olan stop kodlar verilibdir. Stop kodlar eukaryotlarda olan stop tripletlərdir. Və biz bilirik ki, məlumat RNT-sində adenin, urasil, guanin, yəni metionin tripleti nəticəsində nə edir? Zualların sintezi başlayır və sonda isə bir dənə stop kodla bitir. Bu şəkil çox gözəl şəkildir. Bu hissəyə diqqət yetirmək istəyirəm. Həmən bu fərqli rənglərlə verilmiş hissəsi nukleotidlərin şəklidir. Adenin, timin və yaxud urasildir, sitozin və guanin. Buna diqqət yetirək. Biz bilirik ki, DNT matris rolunu oynayırdı birinci, düzdürmü? DNT zənciri matris rolunu oynayırdı və DNT-də tripletlər var idi. Həmən bu tripletlər ardıcıllıq şəkildə düzülüb. DNT-də zəncirə diqqət yetirsək, bax bu zəncir. Neçə triplet görürük? Say nə qədərdir? 9 tripletdir. 9 ədəd tripletdir, düzdür? Və bu 9 tripletdən daha sonra gəlir hansı hissələr? Kodon hissəsi. Bax, bu yuxarıdakı olan kodon hissəsidir. Kodon hissədə neçə triplet görürük? 9 dənə kodon hissədə. Və bax, bu şəkili belə kəssəm, bu 9'lar nədir? Stop kodlardır, düzdürmü? Nə yazıb bu stop kod? Bir dənə stop kodu var hər birinin sonunda. Amma biz baxsaq ki, burada antikodonda, yəni nəqliyyat RNT-sinin kodonları bunlardır. Nəqliyyat RNT-sində stop kodu göstərilmir. Diqqət yetirin, nəqliyyat RNT-sində stop kod yoxdur. Yəni nəqliyyat RNT-si özünə metionin amin turşusunu birləşdirdi, antikodon, gətirdi hara? Kodona. Bəli, kodon. Kodon da hardan aldı bu məlumatı? Koddan aldı. Və kodda və kodonda stop kodlar var. 9 dənə triplet varsa, bunun 8 dənə tripleti kodlaşdırıcı hissədir. Kodlaşdıran tripletdir. Kodlaşdırmayan isə bir dənədir. Bir dənə stop koddur. Amma görürsünüzmü, nəqliyyat RNT-sinə stop kod göstərilmir. Yəni biz ondan nəticə çıxardırıq ki, nəqliyyat RNT-sində stop kod olmur. Bir qayda olaraq. Bu şəkil nə deməkdir? Ümumilikdə bizdən soruşulsa ki, məlumat RNT-sində olan nukleotidlərin sayı və yaxud da tripletlərin sayı deyilsə, mən bütövlükdə bu hissəni götürərəm. Məlumat RNT-sində bütövlükdə 9 tripletim var. Hər triplet neçə nukleotiddən təşkil olunmuşdur? 3. 9'u vuraram 3'ə, cəmi 27 nukleotid var. Yəni məlumat RNT-sində ümumi nukleotidlərin sayı 27'dir. Bir dənə stop kodu nəzərə aldım. Amma bizdən soruşulsa ki, kodlaşdıran hissədə, zülal molekulunun kodlaşdıran hissəsində, kodlaşdıran hissə dedikdə artıq mən stop kodu nəzərə almıram. 8 dənə tripletim var. 8'i vuraram 3'ə, eləyər 24 ədəd. Nə oldu? 24 ədəd burada triplet kodlaşdırmada iştirak etdi. Bunlara diqqət eləyək mütləq şəkildə. Biri var kodlaşdıran tripletlərin sayı, biri də var ümumilikdə məlumat RNT-sində olan tripletlərin sayını soruşur. Bax, bu şəkilə diqqət yetirin. DNT molekulunda və burada start triplet görürsünüzmü? Veribdir. Metionin start tripletidir. Sonda bir dənə bu stop kodlardan, istənilən bu stop kodlardan biri gəlməlidir mütləq şəkildə. Məsəl üçün yazacaq urasil, adenin stop kodu olmalıdır mütləq şəkildə. Biri olmalıdır, bir start olmalıdır, bir stop olmalıdır. Daha sonra burada da bir əsas vacib olan hissə düsturlara diqqət yetirməliyik ki, zülal biosintez zamanı, transkripsiya zamanı 3 N çıxaq 1 molekul su ayrılır. N çıxaq 1 molekul su isə translyasiyadadır.
N nədir? Amin turşularının sayıdır. Əgər transkripsiyada bizdən su molekulunun sayını soruşularsa, təbii ki, biz nə edərik? 3 n çıxaq 1-dən istifadə edərik. Yox, translyasiyada isə n çıxaq 1 düsturundan istifadə edərik. Bir də əlavə sizə bir qeyd deyim ki, əgər bizə soruşulsa ki, zülal biosintezində həm transkripsiyada, həm translyasiyada su molekullarının mol sayı bu qədərdirsə, bu zaman biz yadınızda qalsın 4n çıxaq 2 düsturundan istifadə edərik. M burada amin turşularının sayıdır. Yəni bunu hardan tapdım? 3n çıxaq 1 üstə gələk n çıxaq 1 düsturundan hesabladıqda 4n çıxaq 2 həm transkripsiyada və həm translyasiyada olan su molekullarının ümumi cəmini hesablamağa kömək edir. Yəni birbaşa 4n çıxaq 2 düsturundan hesablayaraq həm translyasiyada, həm də transkripsiyada biz su molekullarının sayını hesablaya bilərik. Və biz də bilirik ki, zülal biosintez zamanı polipeptid zəncirdə nəyin miqdarı